Selamun aleyküm. Gözümün qabağına bəzi videolar çıxdı hökumət yönlü müxtəlif informasiya vasitələrindən Türk dilinə qarşı bir və türklərin burada məskunlaşmasına və s. bir hücum. Yəni məsələn biri deyir ki, bir türk sözləri var, bu olmamalıdır, çıxır özdə və hökumət yönümlü məsəl üçün APA agentliyi bunu da başlığa qoyub verir. Sən deməm bu Osmanlı türkçə sözlər bizim dilə getməməlidir, olmamalı. Biri ağıllı çıxış edir. Biri nə qədər özü türkçüdür və s. özünü elə göstərir, İsrail sevər. Amma mən həmişə demişəm, İsrail sevərdən bir adam belə tutursa və deyir İsrail eşq olsun, o türkçü deyil. Axırda maskasını girib yapıcı deputatdan, hətta yapıcı deputat bundan da abırlı oldu. Bu başda demək ki, biz türklər bura həmən o bozqurt tutan Yahudi sevər, İsrail sevər. 11-ci, 12-ci əsrdən, 10-cu əsrdən gəlmişik və s. Belə mən o mövzulara bu məsələ türklərin nə vaxt gəlməsinə o da takılmır. Amma 11-ci, 17-ci əsrdən gəlmişik, 6 aylardan gəlmişik, əcəb eləmişik. Gəlmişik çapa-çapa, hər yeri fəth eləmişik Allahın izni ilə, lap yaxşı. Kimin nə sualı varsa getsin babalarına versin ki, niyə vaxtında öz torpaqlarını türklərdən, yəni bizim babalarımızdan qoruya bilmir. O baxımdan mənim heç bir kompleksim yoxdur və durub müdafiə də olmam, yox siz nə danışırsınız, amma ona qalsa biz türklər o qədər böyük bir xalq ki, biz həqiqətən də Avropadan tutmuş Altaya qədər məskunlaşmışıq buralarda. O cümlədən Qafqazda da bəli bir hissəmiz gəlib, amma bir hissəmiz də burada məskunlaşmış bir xalq olub türk olaraq. Amma həmən o türkçü durub psevdo türkçü, yəni çünki İsrail sevərdən türkçü olmaz. Başlayır bizim əsrlərdir bu yerlərdə məskunlaşan digər xalqların, türk olmayan xalqların biz türklərə dediyi sözləri təsdiqləməyə. Bu həm də bu yenə deyirəm dil məsələsində bu və bu hamısı hakimiyyət yönümlü mediada gedir. Bu türk dildə bu nə hücumdur? Yəni biz türk deyilik demək istəyirsinizsə əgər. Yəni lap yaxşı yenə deyirəm, Türkiyə mən sizə əmin edirəm ki, Türkiyəyə Azərbaycan lazım deyil, Azərbaycana Türkiyə lazım. Tarix son 100 ilə baxsaq da elə olub. Yəni bu türk sözündən belə türk dili, biz türk dilli deyilik, biz türk deyilik. Əgər belə bu məqsəd siyasət budursa, bu bolşeviklərin, kommunistlərin siyasətini bu hakimiyyət davam etdirirsə, onda açıq bunu deyin. Və bundan sonra daha Türkiyəyə biz bir millət, iki dövlətik və s. bu nağıllarını danışmayın da. Yəni lazımdır. Türkiyədə bilsin ki, siz türk milli kimliyindən imtina edirsiniz Azərbaycan olaraq. Azərbaycan dilliyik, Azərbaycan dövlətiyik. Lap yaxşı. Bundan sonra da Türkiyədən heç də gözləməyin. Bir də gözləməyin ki, Nuri Paşa gəlsin burada bizi Allahın izni ilə qurtarsın. Bir də gözləməyin ki, Erdoğan gəlsin bizim arxamızda dursun, Putinlə danışsın.